Salam dəyərli izləyicilər. Damarov otu. Bax bu tərkibinə bax belə bir dənə maye çıxır, bax görürsüz. İnulin. Yanvar ayda, yəni təzədir. Yəni təzədir demə. Bunun nə xeyri bu? Bunun eksema, psoriaz, sədəf xəstələri üçün, qurd eşinəyi, qadınlarda süd vəsində olan kistolar, sonra qadınlarda uşaqlıq yolunda miyom olur, fibro olur, kistoz olur, eroziya olur, iltihaplar olur. Onlar üçün çox gözəl köməkdir. Vərəm xəstələri üçün bunun çox gözəl köməyi var. Daxili orqanlarda nə qədər yara, xora hamısını götürür. Burada demək, it burnu bəhməzləridir bunlar. Bunlar hamısı it burnu bəhməzlidir. Bunlar it burnu soxudur, bax bunlar. Bunlar yemişan sirkəsidir, alma sirkələridir, qızıl əhməd almadır, simirək, sinafdır. Bu da it burnudur, gördüyünüz kimi bax. İt burnu belə təmizidir, təmiz aldı. Bax, formada olan it burnudur. Bunlar da hələ ki təmizlənməmişlərdir. Yəni bunu təmizləyib bu formada bəhməz hazırlayırıq. Bax, bəhməz hazırlanır it burnudan. Yəni bu formada təmizlənir, yuyulur. İt burnu bəhməzdir demək çox faydalıdır. Bunun tərkibinə başdan ayağa minerallarla çox zəngindir. Vitamin B12, C vitaminləri, vitaminlərin B1, B6, B12 hamısından bundan səhər-səhər uşaqlar istifadə edəndə gümrahlaşırlar, immunitet artırır. Bu da şam qozasının bəhməzidir. Şam qozasının bəhməzi, faranqit, laranqit, asma, bronx xəstələri üçün inanılmaz bunların faydaları var. Bakıda çatdırma var, telefon nömrədə səhifəmdədir, yəni istərsiniz göndərə bilirəm. Qabalada da bu saat 4 dərəcə istidir, qar da var. Hayır, qardır. Əməlli başlayın, bir gün biraz isti olur, qəribdir qar. Sağ olun, var olun. Allah canınızı sağ olasın.